Azərbaycan parlamentinin inkişafına aid cürbəcür söhbətlər gedib. Parlamentimiz mənə elə gəlir ki, hal-hazırda ən intensiv dövrün yaşayır. Heç kim deməsin ki, parlament dağılıbdır, bərbad olubdur. Yox, parlamentin iki qanadı da, üzr istəyirəm, hər iki qanadı aktiv müzakirələr keçirir. Hətta hər iki qanadına baxanda görürəm ki, İnsanlar mikrofon istəyirlər, insanlar söz demək istəyirlər. Bizim millət danışmaq istəyir, bizim millət parlament. Deməli, bələdiyyə məclisləri lazımdır. Hər tərəfdə mikrofonlar lazımdır ki, xalq danışsın, amma xalq daha çox danışacaq o zaman ki, onun danışdığına hökumətdən təşəkkür gələcək. Sağ ol, sən filan ideyanı verdin, dedin ki, böyük bir gəmiçilik, gəmi təmir etmə fabriki yaransın, iş yeri yaransın, 1000 nəfər, 10.000 nəfər işçi orada çalışsın. Əlbəttə ki, millət maraqlanacaq, gedəcək, sərvət yaradacaq, dəyər yaradacaq, amma bilmirəm, bu insafı qurtarmış İlham Əliyev inciməsin məndən, hələ ki mən ona o cür müraciət edirəm. Ay insafsız İlham Əliyev, bu iş birliyin niyə azaldırsan? 800-900 min nəfər nə böyük rəqəmdir ki, bundan qorxursunuz, yoxsa nədir? Əslində böyük iş birliyinin narazıçılıq tərəfləri var. Hökumətin, hakimiyyət, avtoritar rejimlər istəmirlər ki, insanlar hər gün bir-birini görsünlər, bir-birinə etibar, etimad yaransın və başqa təkliflər də versin. Teymur bəy, istədiyin zaman məni dayandırıb sualla da yönəldə bilərsən. Hələlik mən bütün bu fabriklərin hamısının dayanmasını ayıb sayıram. Kənd təsərrüfatı fabrikləri bağlıdır. Hər şeyi xaricdən alırıq. Belə dövlətçilik bu düzgün dövlətçilik deyil. İnkişaf edənən büdcədən danışanda 40 milyard manatdan danışırlar. 40 milyard manat da təxminən 20 milyard dollardır. Təxminən deyirəm, siz daha dəqiq deyirsiniz. Azərbaycan üçün həddindən artıq azdır. Sağ olsun, hər həftənin ikinci günü Məhərrəmli Vidadi bəy, çox böyük intellektual potensiala malik qardaş, kənd təsərrüfatının nə qədər xeyirli olduğundan danışır. Dünən mən ona bir sual verdim ki, Azərbaycan Hollandiya ola bilərmi? Sözündən belə anladım ki, Azərbaycan Hollandiyadan da güclü ola bilər. Ərazisi də çoxdur, əhalisi də çalışqandır və iş görür. Amma Hollandiya nə qədər çox iş görə bilir bizdən? 150 dəfə çox iş görə bilir. Niyə görə? Təşkil olunubdur, dövlət təşkil olunubdur. Bizim dövlətimiz təəssüf ki, kifayət qədər təşkil olunmayıbdır. Sözü yaxşı bilirsiniz ki, mən əsasən Qarabağa qayıdış məsələsi ilə bu parlamentdə daha çox aktiv oldum. Davamlı dedim ki, lütfən hamımız Qarabağa qayıdış məsələsinə beynimizi, vaxtımızı, düşüncəmizi, resurslarımızı sərf etməliyik. Amma bu nə tempdir, bu nə hərəkətdir. 20 milyarddan artıq pul sərf olunub, 30 milyarda qədər manat sərf olunacaq, amma əhalinin 5%, 6% gedib. Bu ildə 1% deməkdir. Mən 50 ildə 50%, bu 50-lə bax yoxdur ki, insanlar da ölür gedir və bu bir rəqəmi də dedilər ki, əhali 1,5% hər il azalır. Yaşlılar gedir, yəni Qarabağa qayıda bilmir. Qarabağ genosidi baş verdi. İlham Əliyev, incimə məndən ay insafsız. O qədər ermənilərdən ləng aldıq ki, biz nə vaxtdan deyirdik, biz 10 il, 20 il bunun əvvəl deyir ki, Azərbaycan əskəri müharibə eləmək istəyir. Nə yaxşı ki, Ermənistanda Paşinyan meydana gəldi və Rusiya axırı ki, deyir ki, Azərbaycana get, Paşinyanı yıxmaq üçün get, müharibəni də elə. Əskərimiz də qorxmadı, getdi. Qarabağı almışıq, lütfən və bu xalqımızı sevindirə bilərik. Xalq işləyəndə sevinir, xalq yaradanda sevinir. Bizim xalqda iki sahədə çox böyük həvəsi var xalqın. Bir, uşaqların oxutmaq həvəsi çoxdur ki, mənim uşağım təhsilli olsun. Ac qalaram, susuz qalaram, amma uşağımı oxudaram ki, gələcəkdə xoşbəxt yaşasın. Bir də evləndirmək məsələsi Azərbaycanda. Əsasən də qızların evlənmək məsələsi 20 yaşına çatan... İndi Rövşən bəy, evləndirə bilmirlər. Nə oğlanlar evlənmək istəyir, nə qızlar evlənmək istəyir ki, ehtiyac şiddətlər evlənmək istəyən yoxdur. Ona görə bu günlər evlənənlərdə də boşananlar daha çoxdur. Çünki ailə dolana bilmir. Ən çox, üzr istəyirəm, ən çox boşananlar da Qarabağlılardan oldu. Niyə görə? Çünki evlər getdi əldən, imkanlar getdi əldən, çətinliklər yarandı.
ölkəni tərk elədilər, Rusiyaya getdilər, Avropaya getdilər. Qarabağı darmadağın elədilər. Bu Qarabağ genosid ermənilər öz genosidindən danışır. Azərbaycanda da Qarabağ soyqırımı baş verdi. 32 ildir İlham Əliyev və atası birlikdə hakimiyyətdədirlər. İlham hakimiyyətə gələn kimi dedi ki, Qarabağ məsələsi sıfırdan başlayır. Bəs sən atan neynədi? O da bir vaxt deyirdi ki, pencəyimi çiynimə salaram, gedərəm. Nətər ki, Donald Trump deyir ki, gəlib 24 saat ərzində Ukrayna-Rusiya müharibəsini idarə edərəm. Nəysə, amma ki, xalq indi oyanıbdır, aydındır. Mən əslində hökuməti tənqid eləmək istəmirəm. Hökumətə buradan xəbərdarlıq göndərirəm. Ay insafsız İlham Əliyev. Xəbərdarlıq eləyirəm ki, gəl mən siyasətçi eləmə. Mən nə bilim, mən kiməm? Millətçiyəm, humanistəm, millətin evinin olmasını istəyirəm. Millətimizə çoxlu ev tikilməsini istəyirəm. Siyasətə də bir o qədər qarışmaq istəmirəm. Əgər tikinti materialını verirsənsə, bütün xalqla birlikdə hamını çağırım tikilməyə. Atamın Kürdlər kəndində 14.000 manata pul sərf olundu, Kəhrizin suyu açıldı. Kəhriz 14.000 manat. 14.000 manatı su açıldı, amma Kəhrizi niyə açdılar? Hələ orada icazə yoxdur ev tikməyə. Cəmaət deyir ki, kəndimizin yaşayış simvolu kimi də su axsın. Birdən-birə su dayandı. Dedilər, ay Sədrəddin bəy, bu 14.000 manatı hara sərf elədin sən ki, bu Kəhrizin suyu dayanıbdır. Yəni ki, millət çox görmək istəyir, hökumət kömək eləmir. Hökumət kömək eləməlidir. Ay İlham Əliyev, belə biabırçılıq olmaz. Mən Xalq Parlamentinin üzvü kimi elə bilirəm ki, Xalq Parlamentində ən azından 5 istiqamət var. Bir istiqamət uşaq pulu istəyir. Bəli, uşaq pulu lazımdır. Özü də ayda ən azından 80 manat. Yəni, ən cüzi pul ki, qazilərə verə bilir, 80 manatdan artıq gücü çatmır. Fransanın, nə bilim, xarici ölkələrin, kilsələrin təmirinə pulları çatır, amma belə uşaq puluna çatmır. Uşaq pulu, sərhədlərin açılması, daha nə var? Siyasi məhbusların amnistiyası, hamısı. Mən də Qarabağa qayıdış. Hamımız oturaq işləyək. Biz bekar xalq deyilik. Rusiyada nə işimiz var, milyonlarla insanımız. Rusiyanın siyasətçiləri də deyir ki, biz bunları bu xalqı, burada miqrantları buradan qaytararıq, Azərbaycanda sənin vəziyyətin pis olar. Dekabr ayı axmaq bir aya çevrildi. Keçən il gül kimi hökumət, xanımın adı nə idi? Milli qəhrəman adını da təklif elədik, verdilər, hökumət verdi. Təyyarə qəziyə uğradı Çeçenistan üstündə. Nə səbəbə? Həm də deyirlər ki, İlham Əliyevi vurmaq istəyirmişlər. Yəni ki, eyni zamanda İlham Əliyevin də təyyarəsinin nə bilim, işləməyibdi, nasaz olubdu. Eyni zamanda İlham Əliyev göydə dönüb, qayıdıb, gəlib hava limanında düşəndə hirslənmişdi ki, Rusiya bunu nə elədi, nə elədi, indi xalqda da gizlətdilər. GPS sistemində nasazlıq baş vermişdi. Bəli, Xəzər dənizinin üstünə göndərdilər ki, dənizə girsin, batsın, içsin. İçsin, batsın. Bəzən təyyarələri göndərirlər Sakit okeana, Hind okeanın üstünə ki, içsin, batsın, tapmaq mümkün olmasın. Yəni, xeyr qüvvələrlə şər qüvvələrin mübarizəsi gedir, əziz xalqım. Biz Teymur bəyə də təşəkkür eləməliyik ki, yaxşı televiziya açıb maariflənmə gedir, gəlin, səsinizi çıxardın. Millət, sabahları ürəyimizdən keçir ki, şəxsən mən təşəbbüs eləmişəm ki, həm Qarabağdan danışaq, həm də siyasi məhbus Namizəd Səfərovdan danışaq və yaxud Əli Kərimlidən danışaq, Tofiq Yaqubludan, Qubad İbadoğlundan, gözəl gənc qızlarımızdan danışaq. Bunların həbsxanada nə işi var? 20.000 nəfəri buraxacaqlar. Buranın nə yığıblar? Orada deməli 40.000 adam yığıblar. 20.000 nəfəri buraxmayacaqlar, Rövşən bəy. 20.000 nəfərə şamil olur o. Tamam. Amnistiya elan olunacaq ki, gör nə yaxşı. Elə bilin ki, bu yetimin papağını alıb sonra qaytarmağa bənzəyir də Teymur bəy, eləmi? Günahsız insanları salıblar həbsə, indi də buraxırlar. Müəyyən bir mənada. Özü də böyük pullar hesabına, yəni o həbsxanada işləyənlər üçün, o rəhbərlik üçün bir rüşvət mənbəyi açırlar da. Bəli. Əslində Teymur bəy, Avropada mənim oğlum, böyük oğlum 25 yaşına qədər universitetdə çox yaxşı fakültədə oxudu. Almanlar da deyirlər ki, o fakültə çətin fakültədir. Məsələn, o fakültəni bitirənlərə ayda 10.000 avroda maaş verə bilərlər. Təxminən elə bir fakültədir. İnformasiya, iqtisadiyyat və informatikanın mütəxəssisləri olurlar.
nə deyirdim? Rövşən bəy, elə buradan bir sual verim mən sizə. Sabahlar Azərbaycanda vəziyyət düzəlsə, oğlunuz Avropanı buraxıb gedib Azərbaycanda o sahədə işləyə bilərmi? Teymur bəy, mənə elə gəlir ki, incimə məndən təvazökarlıqdan belə kənar olub, səni Ataxan bəyi, Namizəd Səfərovu, Azərbaycanın rəhbərliyində görsəm, hə. Sən bugünkü Namizəd bəy şeydədiniz, məhbusdur, Ataxan bəy ağıllı bir insandır, Avropadadır. Ümumiyyətlə, bizim xalq parlamentinin ləyaqətli insanları var. İntihası belə ki... Xalq hakimiyyətə gəlsə deyək də, xalq hakimiyyətə gəlsə. Bəli. Bir də ki, Qarabağda yeni Azərbaycan yaranmalıdır. Azərbaycanın, misal üçün, mən birbaşlı, Qubadan, misal üçün, kimsə Toğuza gedir. Neçə kilometrdir? 900 kilometr. Eləmi, misal üçün də? Ay qardaş, Qarabağda 90 kilometrə mən cəmaatın hamısının yığılması istəyirəm. 90 kilometr. Yəni, bir-birinə tərəf. Vətən nəyə deyilir? Mən indi biraz riyaziyyatçı kimi yanaşıram. Mən bəzi məsələlərdə mən elmi müdafiə eləmişəm, riyaziyyat, kimya, fizikanın cəmindən. Deməli, vətənimiz bizim sıxlaşanda gözəl vətən olur. Üzr sıxlaşmaq sözü Alman dilində həm də şairə deyirlər, sıxlaşdıran. Yəni, fikri biraz geniş danışana şair demirlər. Teymur bəy, xalqla gecə-gündüz gözəl söhbətlər eləmək olar. Mən niyə sual verdim Rövşən bəy sizə? Buyurun. Mən dünənləri bir məsələ demişdim ki, bizim deməli kölgə kabineti formalaşır, kölgə kabinetimiz var və kölgə kabineti vasitəsilə Azərbaycan idarə olunacaq yəni. Mənə dünənləri bir nəfər dostumuz zəng edib deyir ki, icazə verirsən o kölgə kabinetə mən də kömək edin. Deyir, hansı formada deyir ki, kadrlar var, Almaniyada bir də Fransada işləyən gənclər var ki, onları siz tanımırsınız. Dedim, məmnuniyyətlə. Və elə buradan fürsətdən istifadə edib nə deyirəm mən? Dostlar, kölgə kabineti o demək deyil ki, mütləq orada nazirlər olmalıdır. Mütləq orada tutaq ki, prezident olmalıdır və ya da deputatlar olmalıdır, millət vəkilləri olmalıdır. Yox. Kölgə kabineti odur ki, bütün sahələr üzrə işçilər ola bilsin. Məsələn, və ya Rövşən bəy dedi, oğlunun sahəsi üzrə, tutaq ki, hüquq üzrə, deməli, tibb üzrə, ondan sonra təhsil üzrə, nə bilim mən, gömrük üzrə, harada kadrlarımız var, hamısına bizim ehtiyacımız olacaq. Hamısına ki, dünya görsün ki, doğrudan da Azərbaycan xalqı nə qədər bacarılı xalqdır və o demokratiya sahib olandan sonra hər şey ilə birlə. Yəni, eləcə demokratik sistem oldu, demokratik seçkilər keçilsin və demokrat bir insan hakimiyyətə gəlsin və xalq olaraq öz hakimiyyətini qoruya bilsin. Onda görəcəklər ki, nə qədər dünyada bacarıqlı insanlar var, bacarıqlı gənclər var. Burada təhsil alıblar. Tutaq ki, Azərbaycanda təhsil alıblar, gəliblər, burada işləyirlər. Rusiyada təhsil alıblar. Rusiyada bilirsiniz nə qədər bizim gələcəyimizi təmin edəcək güclü kadr alırlar. Yox, bir dəqiqə. Minlərcə insanlar var. Bəlkə də 10 minlərcə insanlar var. Teymur bəy, bir saniyə deməli fikir deyim sənə. Almanya çox super bir cənnət ölkədir. Super, Norveç kimi, İsveç kimi cənnət ölkədir və Almaniyada səhiyyə sistemi çox vacibdir. Almaniyanın səhiyyə sistemində təxminən 5000 Azərbaycanlı gənc həkim işləyir. Bəli. 5000 Azərbaycanlı gənc. Və bu nə vaxt oldu? Elçi bəyin dövründəki İsa bəylə birlikdə biz rüşvətsiz tələbə qəbuluna imkan yaratdıq. Hamı getdi. Mən həkim olmaq istəyirdim. 68-ci ildə orta məktəbi super bitirmişdim. Qiymətəm. Atam dedi, yox, amandı, getmə ora. Dedim, ay ata, niyə? Dedi, 40 min manat, o vaxtları 40 min manat da, indiki 40 min dollardan qiymətli idi. Dedi, 40 min manat rüşvət verməsək, bala, səni tibb universitetinə qəbul etməyəcəklər. Biz isə Elçi bəylə hakimiyyətə gələn kimi Ana Torpaq Partiyasında neynəyək? Ay İsa bəy, lütfən qəbul imtahanını rüşvətsiz eləyə bilərsinizmi? İsa dedi ki, mafiya var ya, ay qardaş, Azərbaycanda qəbul mafiyası var, çətin məsələdir. Dedim, Elçi bəy hakimiyyətdən getməsən həmən o mafiya çox böyük səbəb oldu. Bəli. İndi bu günləri biz arxayın danışırıq, ümidimiz var ki, mütləq hakimiyyət düzələcək, mütləq Azərbaycan Hollandiya yoluna gedəcək. Və bunlar hamısı Elçi bəyin rəhbərliyi altında, İsa bəyin yazdığı qanunlarla, mənim də təşəbbüsümlə əmələ gələn test üsuludur. Bu günə qədər bütün valideynlər hərəsi 30 min, 40 min manat repetitora pul verirlər ki, məktəb yoxdur, məktəb biliyi öyrədə bilmir, repetitor müəllim, sən öyrədə bilirsən. Azərbaycanın bütün repetitorlarını təbrik edirəm, bütün milyona yaxın ailələr, uşaqlar, hamısı seviniblər, Elçi bəyin ruhu şad olsun,
İsa bəyin ömrü uzun olsun. Sağ olun Rüstəm bəy, çox təşəkkür Kim edirəm ki, sizə. kim ki bu işi görüblərsə, indi Azərbaycan xalqı sabahki günə inamı çoxdur. Mən bir illik hələlik xalqa deyirəm, sabahları əgər mümkün olsa, Var biz, olun, biz, çox sağ olun. yox, biz sözümü qutarım, bir dəqiqə sözümü qutarım. Sabah proqramda olacaq sizinlə bərabər. Hə, yox, sabah proqramdan başqa üzr istəyirəm. Canlı yayın bizim parlamentin söhbəti olsun, diskusiyası olsun, YouTube'da oturacaq, cəmaət dəfələrlə baxacaq, hamının sözünü işləyəcək. İstəyirəm orada Azərbaycan xalqından da çoxlu qonaq dəvət eləyim. Misal üçün, İsa bəy əgər səsimi eşidirsə, mütləq gələ bilirsə, gəlsin. Bütün dostlar, Azərbaycanın bu günləri, necə deyirlər, mən düşmənim yoxdur. Bəzi adamlar axmaqlıq edirlər, müxalifətə qarşı düşmənçilik edir. Xeyr, müxalifətə qarşı düşmənçilik eləmək olmaz. Olmaz. O zamana qədər ki, hamımız hakimiyyəti, hüquqi dövləti yaradacaq. Lütfən sabahları, deməli, YouTube'da baxsınlar. Yəqin ki, canlı yayımız olacaq. Növbədən kənar Qarabağ və namizəd Səfərov Azərbaycan Xalq Parlamentinin bir üstündə İlham Əliyev həbsdə saxlaya bilməz. Hamısını buraxsın. Rıza Səfərsoyu da buraxsın. Parlamentdə kim varsa İsayev. İsayevin adı nədir? Unuttum. İsayevin adı nədir? Elvin. Elvin İsayev. Hə, Elvin İsayev da var. Başqaları da var. Yox, millət vəkili. Almanya deport olunmuş bir qardaşımız da var. Yox, millət vəkili. Yox, bizim parlamentin üzvlərini deyirəm. Bizim parlament. 5 nəfər millət vəkili. Hə, bax, onların hamısını bıraq. İlham Əliyev, namizəd də bıraq, bizim millət vəkillərini də bıraq, ya da ki, deyirik, İlhama istefa.